Paytaxtın mərkəzində mənzil qiymətlərinin yüksək olması Masazır və Xırdalana marağı artırıb. Əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev deyir ki, Masazır və Xırdalanda evlər çıxarışlı olduğundan ipotekaya yararlıdır. Xüsusən də son illərdə Bakı ətrafında yerləşən bu ərazilər mənzil bazarında ən çox maraq göstərilən bölgələrdən birinə çevrilib. Şəhərin mərkəzində bəzi binaların alternativi yoxdur. Müəyyən yeni tikili binaların qiymətlərində əlavə alternativ yoxdur. Amma Xırdalan Masazır arasında bir çox binaların alternativi, rəqabətli olması olduqca aktualdır. Birinci növbədə qiymətlərin ucuz olması. Yəni bu qiymətlərin ucuz olması həmin ərazidə əhalinin alıcılıq qabiliyyətinin əlçatan olması və digər tərəfdən ipoteka ilə mənzil alan gənc mütəxəssislərimizin üçün qiymətlərin də əlçatan olması ilə əlaqələndirilir. Ekspert deyir ki, eyni zamanda bu ərazilərdə infrastrukturun inkişaf etməsi, yeni məktəblərin, uşaq bağçalarının, ticarət mərkəzlərinin və digər sosial obyektlərin açılması da bölgənin cəlbediciliyini artırır. Bəs sözü gedən ərazilərlə şəhər mərkəzində olan mənzillərin qiymətində kəskin fərq var. Məsələn, götürsək Xırdalan və Masazır arasında. Xırdalan arasında yeni tikili binaların padmayaq dediyimiz qiymət başlayır 1000-1100 manatdan. Amma və davam eləyir bəzi yerlərdə 1500-1600 manata. Bu da əsasən yerləşmə yeri ilə və infrastrukturla bağlı olan məsələlərlə bağlıdır. Həyət evlərində qiymət 45-50 mindən başlayır və get-gedə 150 mindən 180 minə qədər qalxır. Ekspertin fikrincə, yaxın illərdə Xırdalan və Masazırda mənzil bazarının daha da aktivləşəcəyi gözlənilir. Ramal Abdullayev, Davud İbrahimov, Xəzər xəbər.